Aprelin 20-sində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qafqaz İnfoya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısa müddətli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 16-21 dərəcə isti. Dağlarda gecə 3 dərəcə, şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.